Azərbaycanın əfsanəvi milli qəhrəmanları, elə hamısı əfsanəvi milli qəhrəmanlarımız, amma tanıdığınız milli qəhrəmanlarımız. Şirin Mirzəyevin, mənim komandirim olmuş Şirin Mirzəyevin həyat yoldaşı da qızı burada iştirak edir. Onlara düşünürüm. Mənim fikrimcə və çoxlarının fikrimcə 44 günlük müharibənin başlanma səbəblərindən biri həqiqətən qəlbimizdə böyük yer tutmuş General Polad Həşimov şəhid oldu, milli qəhrəmanımız. Onun xanımı və balası burada iştirak edir. Aprel döyüşlərinin iştirakçıları burada iştirak edir. Aprel döyüşləri deyəndə Aprel döyüşləri deyəndə yada düşən 4-5 addan biri Rağuf Orucovdur, Ruhuşar olsun. Onun tarihçilərimiz iştirak edir. Burada bizim qazilərimiz, şəhid ailələrimiz iştirak edir. Mən onlara xüsusi təşəkkür edirəm, Hikmət müəllim başda olmaqla. Azərbaycanın Amputant Futbol Klubunun kollektivi komandası burada iştirak edir. Elman müəllim başda olmaqla. Allah'a selamlayıram. Qarabağ Qaziləri İctimai Birliyinin sədri, rəhbərliyi, Ağdam Birliyinin, Ağdama Qayıdış Birliyinin, Saybalı, Buğanlı, Şıxmabalı, Azlar Gülahlı cəmaatının nümayəndələri burada iştirak edir. Onları da salamlayalım. Burada bizim keçmiş döyüşçülər, yəni Müdafiə Nazirliyinin həm müxtəlif qoşun növlərində iştirak edən qardaşlarımız iştirak edir. Hamısını salamlayırıq. İndi isə sözü mən millət vəkillərimizi salamladım. Gəlin onları bir də salamlayalım. Deməli, bu film çəkiləndə Xocalıda bir də görünüşdü ailəsi ilə çayın qırağında, Xocalı çayın qırağında oturmuşduq, çörək yeyirdik, çəkiliş edən. Gördüm bizim Hikmət Babaoğlu, bugün buradadır o da. Hikmət mənim başda olaraq uzaqdan gözüm gördüm. Bəxtiyar müəllimdir, Vüqar müəllimdir, Ceyhun müəllimdir, Vüqar İskəndərovdur, ondan sonra Elçin müəllimdir, Mirzəbəyli. Kim qaldı? Bütün deputatlarımızı salamlayırıq.